Tutaq Əli Kərimli və Tamam partiyasının kimlərsə həbs olundu və barələrində Səbail məhkəməsinin qərarı olundu və 2 ay 15 gün. Düzdür ya yox? Bəs yaxşı bu işin başında duran Mehdiyev niyə hələ də həbs olunmuyor? Gözləmənim üçün mən demirəm niyə Əli Kərimli həbs olundu. Çünki indi istintaqdır, ağır maddələr, Azərbaycan Respublikasının ən ağır maddələri dövlət çevrilişinin hakimiyyəti zorla ələ alma və saxlamada 278. Bunun yaşı ilə bağlı məsələləri deyirlər. Valla nə yaş aidiyyatı var? Yaşla bağlıdırsa əlində telefonla gəzir. Jurnalist zəng edir, kimdir danışan? Əzrail zəng eləyib. Yəni, izah edə bilim, və yaxud da, bu belə olmalı deyil. Belə olanda istər-istəməz mən buradan elə iqtidara da çağırış eləyirəm, Hörmət bəy, Heydər bəy. Deyir, haqlı işinizi haqsız eləməyin də. Əgər burada doğrudan da bu iş varsa, haqlısınızsa, burada Mehdiyevin ətrafından bir nəfər köməkçisi saxlanılıb, o da qeyri-rəsmi məlumatdır. Hələlik, baxın, dövlət çevrilişinə cəhd və hakimiyyəti zorla ələ alma və saxlama rəsmi bir adam həbs olunub sənədlə. Rəsmi kimdir? Əli Kərimli. Çünki siz mənə deyə bilərsiniz, Ramiz Mehdiyev barədə həbs qəti imkan tədbiri var. Deyə bilərsiniz. 4 aylıq ev dustaqlığı sadəcə. Harada var? Harada oxumusunuz onu? O da mediada gedir bu məlumat. Ya da media nə qədər rəsmidir? Mən də burada mediasız durun deyir ki, Tural 4 aylıq həbs qəti imkan, o demək mən tutulmuşam. Yəni, hanı vəkilimi danışıb, məhkəməmi yayıb, press release yayıb, istintaq orqanımı məlumat yayıb, hansı yayıb? Hardan oxumusunuz? APA-dan. APA nə vaxtdan istintaq orqanıdır. Düzdür ya, mən də oradan oxumuşam, mən demirəm. Yəni, baxın, bu belə addımlar məsələnin obyektivliyinə və şəffaflığına kölgə salır. Lazımsız kölgə salır. Nə böyük adam, tut əlinə qandalı vur. Nə idi o icra başçısı? Qocayev idi, deyəsən, Aksafanın icra başçısı. İçəridə dünyasını dəyişdi də. Ondan nə artıqdır Mehdiyevin? İndi alnına yazılıbsa içəridə öləcək.